Ayda xanım, yenə də sizə salamlayıram. Xoş gördük bu növbəti günümüzdə, növbəti mövzumuzda. Salam, hər vaxtınız xeyir olsun. Mövzuya keçməmişdən qabaq yenə də bir xatırlatma edim ki, bugünkü podkastımız Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, maliyyə dəstəyi ilə müasir psixoloji dəstək İctimai Birliyinin Erkən Nigahın Psixoloji Fəsadları adlı layihəsi çərçivəsində çəkilir. Bugünkü bizim mövzumuz ailə təzyiqi, sosial stereotiplər və erkən nigah mövzusundadır. Niyə? Çünki erkən nigahların yaranmasına təsir edən müxtəlif amillər var ki, onlardan da ən əsası ailə təzyiqi və sosial stereotiplərdir və eyni zamanda cəmiyyətin bizlərdən, sizlərdən, onlardan nə gözləməsidir. Çünki bir çox hallarda erkən nigahın ancaq və yeniyetmənin şəxsi qərarının olmadığını görürük. Xüsusilə də hətta yeniyetmənin özünün inkişafının başa çatmadığı bir vaxtda şəxsi qərardan da söhbət etmək də həm gülünc görünər, həm də nə hüquqi, həm sosial cəhətdən də doğru deyil. Və bəzən bu birlik ailə üzvlərinin təkidi, qohumların təsiri, el-oba nə deyə düşüncəsi və ya cəmiyyətdə formalaşmış stereotiplərin təsiri altında gənclərin seçiminə təsir göstərir. Xüsusilə qız uşaqlarına münasibətdə biz bəzi köhnəlmiş yanaşmalar görürük ki, bu da onların təhsilidir, şəxsi inkişafıdır, gələcək planlarına mənfi təsir göstərməkdədir. Və ilk sualım elə bu ətrafda olacaq ki, erkən nigahların yaranmasında ailənin və cəmiyyətin rolu nə qədərdir? Yəni, buna tək ailə mi qərar verir, yoxsa ailə cəmiyyətin təsiri ilə qərar verir? Yəni, cəmiyyətdə buna bir razılıq düşüncəsi varmı? Ola bilər. Nənələrimiz ərə gedib bir şey olmayıb, analarımız ərə gedib bir şey olmayıb. Yəni, səndən nə olacaq ki, heç bir şey olmaz kimi düşüncəsi varmı? Var bu cəmiyyətdə. Yəni, nə qədərdir bu təsirlər? Təbii ki, Günay xanım, çox gözəl mövzuya toxundunuz və çox gözəl bir həssas istiqamətə toxundunuz. Ümumiyyətlə, erkən nigahlarla bağlı düşünürəm cəmiyyətdə qınaq prinsipimiz biraz daha zəifdir. Məhz bu səbəbdən də bugün hələ ki gizlin formada da olsa erkən nigahlar qurulur və heç olmasa bir ildə 2 dəfə də olsa biz bu faktı eşidirik. Amma bəzən elə amillər var ki, o amillərə cəmiyyətin qınağı elə kəskindir ki, artıq o hadisələr son dövrlər baş vermir. Məsələn, öncələr bir xoşa gəlməyən hal var idi, qız qaçırılması. Siz fikir verirsinizmi, son illər hüquqi tədbirlər nəticəsində, cəmiyyətin qınağı nəticəsində o faktlar... Əsasən hüquqi tədbir mən çox, sizə deyək. Bəli, hüquqi tədbir xüsusilə və qınaq da var. Bəli. O mövzu artıq tarixə qovuşdu. Amma bugünkü gün erkən nigahlar bu cür şiddətlə cəmiyyətin qınağına tuş gəlsə, düşünürəm ki, ailələr buna risk eləməz. Çünki təbii ki, biz nigah deyiriksə, nigahda bir ər və qadın, arvad tərəf, yəni belə deyək də, o nigahın tərəfləri var da hüquqi adı olaraq. Qadın və kişi və eyni zamanda da onun yaxınları iştirak eləmir ki, yəni bu nigah sadəcə 10 nəfərdən ibarət olmur ki, balaca bir məclis mütəyin eləyəndə və yaxud da ki, bir ad qoymamı, nişan etməmi və yaxud da ki, bir toy mərasimi etmək istəyir, xırda olsun, istəyir ailə içi olsun, bu ən azı 20 nəfəri üstü əhatə edən bir məclisdir. Deməli, kifayət qədər orada insan iştirak eləyir. Ən azından bu xeyir işə xoşbəxt olsun deyən insanlar var. Amma bunlar əks fikirlər səsləndirsələr rəsmi qaydada, bunu qınasalar, təbii ki, burada artıq biz ölkədə erkən nigahlara qalib gəlmiş olacağıq. Və hesab edirəm ki, bu hardasa bizim yeniyetmələrin də meyllənməsini qabağını alacaq. O ailələr var ya, erkən nigaha meylləndirmək istəyir qarşı tərəfi. Məsələn, övladının 30 yaşı var, ona çox az yaşlı bir qız almaq istəyir, tərbiyə etmə məqsədi ilə və ya digər məqsədi ilə. O gedən ailəni, o elçi gedən ailəni də bir durduracaq. Yox, mən qınaq mənbəyinə çevrilərəm və düşünürəm ki, bu kimi hallar bilsiz nə ilə nəticələnər? Qoy elə bu 30 yaşına qədər gəlib çatmış bəy ailəsi öz yaşına uyğun şəxsləri nigah alsın. Çünki axı bizim bugünkü gün 30 yaşına çatıb və hətta ondan da böyük yaşda olan qızlarımız var ki, onlar nigaha girməyiblər.
Bu da çox ciddi bir şəkildə bir nizama səbəb olacaq deyə düşünürəm. Ona görə də qınağın burada ciddi rol oynadığını və cəmiyyətin o kəsərli sözünün ciddi rol oynayacağından mən əminəm. İkinci məqam, bugünkü gün ən azından bu qızlar veriləndə ata-ana bir nənəni çağırır, babanı çağırır, bir əmi, dayı gəlir orada. Yaxın ailə üzvlərinin bunu kəskin qarşı olması da məsələyə çox ciddi kömək edəcək. Ona görə də düşünürəm ki, burada ən basqın rolu oynayacaq cəmiyyət. Çünki cəmiyyət qınayan tərəfdir. İnsanların hər birinin şuurunun altında stereotip var ki, cəmiyyətin qınağından qorxuruq. Belə necə geyinim, belə necə danışım, belə necə deyim, insanlar mənə nə deyər deyə düşünən insanların sayı heç də bu gün az deyil. Kifayət qədər var. İkinci faktor artıq ailənin bu işi, bu təbliğatı sistemli aparması və artıq bu stereotipləri biz yayaq ki, övladını erkən nigaha sövq eləyən ailə əslində övladını sevən ailə deyil. Mən istəyirəm bu stereotipi yayaq. Bu alt şuurdan bu fikirləri yayaq. Niyə görə? Artıq qoy ailə də çəkinməyə başlasın. Və ya erkən nigaha övladını sövq eləyən ailə övladını qurban vermiş ailədir. Mən artıq istəyirəm bu fikirləri biz mesaj olaraq cəmiyyətə səsləndirək. Təbii ki, bu mesajdan qorxan mən belə, siz belə övladınızın hətta istəyəcəksiniz ki, bir olğun yaşı gəlsin, bir 25 yaşı gəlsin, daha sonra. Çünki mən sizə bir faktor deyim, bəlkə də 10 il əvvəlki və 20 il əvvəlki gənc 25 yaşında ailə həyatına biraz daha hazır idisə, bugünkü gün mən fikir verirəm ki, sanki biz ailələrimi çox qorumaya aldıq bu gəncləri, yeniyetmələri və gəncləri. Sanki onlara bir ailə qayğıları ilə mi yönləndirmədik, evdəmi köməklik az elədilər. Bu böyük qlobal miqyasda artıq bunu etiraf olunur. Bəli. Xüsusən bu 80-90-ların bu deyir o nəsillərinə bir ki, siz övladları tamamilə hər bir şeydən qorumaq istədiniz, amma həyata da hazırlıqsız buraxdınız. Həm qoruduq, həm mühafizə elədik, həm əvəzlərinə nələrsə elədik onların yerinə, həm psixoloji tənbəl elədik, həm belə desək, daha çox özlərinə odaqlı böyütdük, özlərinə istiqamətli böyütdük və bu səbəblərdən mərkəzdə sənsən. Bəli. Bu səbəblərdən dolayı bu gənclərin bugünkü gün beyinlərinin tam mərkəzində olan fikir ailə qurmaq deyil. Karyera, daha çox pul qazanmaq, daha çox inkişaf eləmək, daha çox tanımlamaq, görmək, bilmək, özünü gəlişdirmək və ən sonda hisslərə əsaslanan ailəni qurmaq. Xüsusən hisslərin üzərində bu 90. Gənclər bunu istəyir. Gənclər bu dəqiqə bunu istəyir. Amma belə olmur axı həmişə Ayda xanım. Təbii ki, belə olmur. Niyə? Çünki bəzən öz resursları çatmır onu eləsin. Çox doğru ifadə elədiniz. Bəzən yüksək gözləntiləri olan şəxsin cəmiyyətdən ki, problemlərdən çox özünün resursu olmur. Eynən. Bəzən öz resursları olmur. Bəzən öz beyninin həcmi imkan vermir ki, o qədər uğurlara nail ola bilsin. Bəzən ailə o deyil ki, o qədər sərhədləri açsın ona, o qədər böyük icazələr versin. Bəzən yaşadığı yer o deyil, yaşadığı mühit, ətraf o deyil. Bəzən öz qorxuları imkan vermir ki, ölkə sərhədlərini keçsin, aşsın, xaricdə təhsil alsın. Bəzən belə desək, ailənin ənənəsi o deyil ki, bir qız uşağına bu qədər karyera qurmağa icazə versin. Müxtəlif səbəblər var burada. Məhz bu səbəblərdən dolayı da indiki gənclər bu dəqiqə mən deyərdim ki, biraz daha dəyişkən fikirlərdədir. Bəzən münasibət quran, ailə qurmağa çalışan, münasibətdə uğursuzluq yaşayan, yox daha karyeramı quracam deyən gənc. Yəni müxtəlif dəyişkənliklər var və bu gənclər biraz daha əvvəlki dövr, 20 il öncəki gənclərə istinadən baxsaq, stressə daha az müqavimətlidirlər. Relaksa, rahatlığa, özlərini dərk eləməyə, huzura daha çox meyillidirlər. Və öz fikirlərinə daha çox odaqlıdırlar, öz fikirlərinə yönləniblər. Mən nə istəyirəm deməyi düşünən gənclərdir. Ona görə də ailələr düşünürəm ki,
bunu da tanımlamalıdır. İndiki bu 90-lardan bəri olan nəsil də düzgün dəyərləndirməlidir. Bu dediklərinizə qüvvət yeni bir sual meydana çıxır. Bəs niyə bəzi ailələr qız övladının erkən yaşda ailə qurmasına normal yanaşır? Bunun hansı sosial mədəni təsirləri var? Bəziləri var, normal yanaşmır. Tamamilə belə hesab edir ki, müəyyən yaş var, qızın təhsili var və s. və ya öz şəxsi seçimi. Bəziləri isə bunu çox normal qarşılayır. Yəni hətta həyatlarında müəyyən baxırsan ki, problem baş vermir. Sizin də bayaq vurğuladığınız kimi o yaxşı qəbul olunan ailələr sırasına daxildirlər. Amma övladlarının da erkən yaşda ailə qurmasına da çox loyal baxırlar. Hansı mədəni sosial təsirlər var sizcə? Çox sadədir məsələ. Məsələn, elə ailələr var ki, onlar istəyir ki, məsələn, qorxuları var. Onlar düşünür ki, qız ailədə çox qaldıqca çox problem çıxa bilir. Qızım nə qədər nəzarət güclü eləyə bilərəm ki, vaxtında qoy çox rahat mən bunu ərə verim, öz ər ailəsində artıq qərarlarını versin. Bəzən düşünür ki, bax, filankəs qızını gec ərə verdi, illər də keçdi, artıq ailə də qurmaq istəmir, indi də gecikib. Nə qədər dəmir isti döyərlər məsələsi, nə qədər ki, yaşı azdır, o qədər çox ailəyə meylləndirə bilərəm. Hətta bəzi anaların cümləsi var ki, deyir, fikirləşdim ki, nə qədər tez gedib ailə qursa, o ailənin qaydalarını o qədər tez götürər. Siz sanki mənim növbəti sualımı öncədən duydunuz ki, bu hansı sosial stereotiplər var? Onlardan danışırsınız ki, o dediyinizə qüvvət qız uşağının əsas yeri ailəsidir, sosial stereotipdir. Əsas odur, yaxşı ər tapsın. Belə bir düşüncələr var ki, təhsil sonra da olar. Eynən. Qızın namusunu qorumağın yolu onu tez ərə verməkdir. Və yaxud da ki, çox oxuyan qızın qisməti bağlanar. Ərə get, sonra təhsil al. Eynən. Yəni varmı belə doğrudan da? Var. Bu da hardan irəli gəlir? Ümumiyyətlə cəmiyyəti daha çox degradasiya edən faktorlardan biri cəmiyyətdəki insanların qorxularıdır, həyəcanları və təşvişləridir. Çünki qorxularımız neqativ düşüncələr gətirir. Neqativ düşüncələr sanki həyatımıza mənfi hadisələri gətirir və mənfi hadisələrdən qorunmaq üçün biz hərəkətə keçməyə başlayırıq və burada bir metod yaranır, yanlış metod. Səhvi səhvlə bağlamaq. Məsələn, qızını tərbiyəsində çətinlik çəkir, qızı tutaq ki, biraz tabe olunmayan uşaqdır. Zaten belə desək, fikirləşir ki, bugün birini sevər, birinə qoşular gedər, sabah başqa bir şey olar. Artıq qorxuraq valideyn və artıq düşünür ki, bunun qarşısını necə ala bilərəm? Erkən nikah, nə qədər tez versəm, o qədər səsi çıxmaz, sakit olar deyə səhvi səhvlə bağlayır. Səhvi də səhvlə bağladığı üçün üçüncü səhv yaranır. Artıq bu ailədə də səhv baş verir, boşanmaya doğru gedib çıxır. Qızımız da 3 dənə səhvi, bir dənə də səhvlə cavab verir. Artıq boşanmaya ortaya qoyur. Ona görə də mən buradan valideynlərə səslənib demək istəyirəm ki, o nəsillərdən gələn stereotiplərə inanmasınlar, güvənməsinlər və şuurlarının altında olan o qorxu var. Necə böyüdəcəm, necə oxudacam, necə formalaşdıracam, necə özünü idarə eləyəcək, necə qoruyacam, necə mühafizə eləyəcəm, bunları biraz daha mövzu olaraq buraxsınlar. Niyə? Məndən soruşsanız, bugünkü günə qədər ən çox zorakılıqla bağlı mövzular çalışdığım qızların ailələri daha kritik, daha kəskin qaydalı, daha qorxular içərisində yaşayan, daha basqın ailələr olub. Mən rahat, relaks ailələrdə bu faktorun yaşandığını görməmişəm. Niyə? O qədər bu fikirlər öz beyinlərində dolub valideynlərin və o qədər tərbiyə prosesində qarşı tərəfə yansıdıblar. Belə olar, elə olar, bilməzsən gedər, kimsə səni götürər, aparar, başına bir iş gələr. Bu stereotipik sözlər. Və həqiqətən də qızın beynində bu o qədər real oturub ki, və qız o hadisəyə doğru gedir. Bu hadisəndə yaşayır. İşləyəndə görürsən ki, sanki solda bir ailə qrupu var. O qədər beyincə ailə bir-birinə oxşuyur ki, bu hadisələr hamısı bu ailələrin içindən çıxır. Sağ tərəfdə isə biraz daha rahat buraxılmış, daha çox tərbiyəyə odaqlanılmış, daha çox qızım sənə güvənirəm, mən sənə inanıram, heç kəs səni heç nə eləyə bilməz, sən daha çox özünü müdafiə edirsən, mən sənə
hər zaman yanındayam, hər bir hadisədə deyən ailələrdə belə bir mövzuları təsadüf eləmirik. Mən hələ indiyə qədər elə keys işləməmişəm. Nə vaxtsa işləsəm, yəqin çox təəccüblənərəm və bunu maksimal çalışaram paylaşım. Bu necə ola bilər olsun. Təbii ki, çiçək bitən yerdə qoxu hər zaman gözəl olar deyirlər. İnsan beynində də fikir elədi. Müsbət fikirlər harda çoxdursa, orada da o cür cücərəcəkdir. Və bu cür stereotiplərlə böyüdülən qızı ailə təbii ki, çalışır bir şəkildə bir istiqamətə yönəltsin ki, sanki o ev o qızı üçün tərbiyə mayakı olsun, qayda-qanun keşikçisi olsun. O qız da qaynanadan çəkinsin, qaynatadan çəkinsin, heç kim heç bir artıq hərəkət eləməsin, ciddi olsun, sistemli olsun, olsun, bu olsun. Yadınıza gəlirmi bir müddət bundan öncə kütləvi şəkildə, düz mən bunu demək istəmirəm, rayonlardan qaçıb Bakıya gəlmiş qadınlar var idi. İndi də var. İndi var, amma o qədər çox qabardılmır desəm. Bəli, indi də var, sadəcə qabardılmır sanki. Ay sağ ol. Bunların səbəbləri nə idi? Tək qadın deyil, Ayda xanım, üzr istəyirəm. Qızlar da var yeniyetmələr. Hələ ki ən fəsadlı qadınları deyək. Niyə? Qadın arxasında uşaq qoyub gəlib. Niyə qaçırdı oradan? Çox maraqlıdır, uşaq ananın gözüdür. Niyə qaçır? Çünki o erkən nigaha meylləndirilmiş o qız gəldi, ana oldu, ağırlığı çəkdi. Ona beyincə verilən bütün tapşırığı elədi. Gəldi, yaş oldu 30. Başa düşdü ki, həyatın böyük hissəsi getdi. Artıq bundan sonra nə qalıb? Mən nə istəyirəm? Mən hardan başlamaq istəyirəm? Mən necə yaşamaq istəyirəm? Geriyə baxanda yaraları var, o zədələri var, travmaları var. Təbii ki, mütəxəssis deyil onları sağaltsın. İlk xoş sözü aldandı. O qədər maariflənməyib ki, onları sağaltmaq ağlına belə gəlmir. Eynən. Və təbii ki, yaraları qanamış biri, zədələnmiş biri, kimsə ona xoş söz desə də, aldatsa da, manipulyasiya eləsə də, ilk qapını açıb ora qaçacaq. Yanlışdır bu. Yenə də səhvi səhvlə bağlamaq. Belə də öz yaralarına müvəqqəti yara bandı axtarmaq. Ki, necə band vura bilərəm ki, qanamasın? Bunları da axtardığı zaman yenə də növbəti səhvlərə düşür. Ona görə də bugünkü gün çox təəssüflər olsun ki, ailə institutumuzda bax, bu cür fəsadlar ortaya çıxır. Ona görə də mən analara buradan səslənmək istəyirəm, atalara özəlliklə ki, ola bilər 18 yaşına qədər bu dövrdə qızınızı gizlətdiniz, təhsildən kənarda saxladınız, öyrətdiniz, başa saldınız, oxutmadınız, ərə verdiniz, yaxşı yemək bişirməyi öyrətdiniz, yaxşı evdarlığı öyrətdiniz, yaxşı analığı öyrətdiniz, ola bilər. Amma sizin qızınızın arzuları, o gənclik həyatı, xəyalları, yaşayacağı hisslər, düşüncə, öyrənəcəyi, beynində açılan hissələr, duyğuları, hormonları, bəs bunlar hara getdi? Yəni bunları hara bastırdıq? Orada Ayda xanım, indi belə bir sual da sizin dediklərinizdə. Dəhşətli bir üsyan verir. Üsyandır, bəli. Üsyanın bir hissəsi depressiyadır. Depressiyadan yatan analarımız olur. Üsyanın bir hissəsi qaçış. Çoxdur. Üsyanın bir hissəsi boşanma. Elə deyilmi? Çox az erkən nigahlardan mən üzr istəyirəm. Mübarizə ilə özünü çıxartmış qadın tapa bilərik. Bizdə formalaşmış o fikirlərə tamamilə ziddir bir qadının qaçması. Əlbəttə. Bu bizim cəmiyyət tərəfindən qəbul olunmayandır və əvvəllər olmayan bir prosesdir. Biz bunu qəbul edə bilmirik. Bir qadın necə ailəsini qoyub qaça bilər? Övladını necə qoyub qaça bilər? Amma rast gəlinir və kifayət qədər də tez-tez mən deyərdim ki, bəzən günahlandırırlar sosial şəbəkələri, cəmiyyəti, amma bunun daxilində bir səbəb var axı. Yəni sosial şəbəkə qadına qoy qaç demir birbaşa olaraq. Amma baxsaq, araşdırma etsək, Bakı üzrə o xanımları yığsaq, heç olmasa bir 20 nəfəri psixoloji sorğu keçirtsək, görəcəyik ki, ən azı onlardan 7-si, 5-i 7-si erkən nigahın qurbanıdır. Erkən nigahın qurbanıdır. Yəni biz bundan əmin olaq. Düzdür, bu haqq qazandırmır. Biz bunu müdafiə etmirik, tənqid edirik təbii ki. Biz müalicə yolunu üstün tuturuq, terapiya yolunu üstün tuturuq. Sağalmağı üstün tuturuq, qaçışı yox. Qaçış zaten heç zaman fayda verməyəcək. Amma bir baxıb görürük ki, bugünkü gün sayı təbii ki artmaqdadır. Bir də bu erkən nigahlardan daha çox xarici ölkəyə məsuliyyətdən qaçan, atalığından qorxub qaçan, ailə münasibətlərini düzgün tənzimləməyən,
həyat yoldaşı ilə boşanımmı yoxsa uzaqlaşımmı deyib qərar verməyən xarici ölkəyə istiqamətlənmiş bəylər də var. Bəli, bir ara xarici ölkələrə istiqamətlənmiş bəylər oldu ki, o erkən nikahları qurmuş, artıq bir övladı dünyaya gəlmiş və xarici ölkəyə işləyərəm adı ilə getmiş. Bəzən kontaktı kəsmiş, bəzən heç ailəyə dönməmiş o erkən nikahın qurbanları olan bəylər də oldu. Hansı ki, bugünə qədər də ölkəyə qayıtmırlar. Onların artıq övladlarının 15-17 yaşları var. Yəni, mən düşünürəm ki, düz bu gün çox qadından danışdıq, amma burada problemin içində həm qadın, həm kişi anlayışı var. Ayda xanım, bəs indi biz gənclərdən, yeniyetmələrdən danışanda, bəs niyə prosesə yeniyetmələr çox təsir eləmirlər, etiraz edə bilmirlər? Niyə öz istəklərini, fikirlərini çox deyə bilmirlər? Buna hansı amillər daha çox rol oynayır? Psixoloji amilmi, qorxu amilmi, asıllıq amilmi? Nə onlara bu prosesə etiraz eləməyə mane olur? Yeniyetmələrdə zaten əgər və yaxud da ki, erkən gənclik dövrünə qədəm qoymuş. Əgər erkən nigaha artıq yeniyetmə yönləndirilibsə, mən bu sözü deyirəm və təsdiqləyirəm də. Orada normal ailə daxili münasibətlərdən söhbət gedə bilməz. Bu ya ata dominantlı ailədir, hansı ki, bütün qaydaları ata qoyur, atanın qaydaları müzakirə olunmur, icra olunur. Bu ya natamam ailədir, hansı ki, ana təkdir və bütün emosional yük ondadır, problemlər burada çoxdur. Və yaxud da ki, ata və ana da var, amma onlar daha çox belə desək də, gələcəyi düşünməyən, gələcəyi planlamayan, bugünü ilə daha çox yaşayan, bəzən konfliktli, bəzən sakit, belə desək, oynaq ailədirlər. Burada ailədə fəsad çoxdur. Təbii ki, bu qərar artıq verilibsə, qəbul olunubsa, deməli, orada o ailənin necə ki, özü ilə problem var, eyni şəkildə övladı ilə də problem var. Bəzən belə ailələr övladı ya manipulyasiya yolunu seçir, öz yoluna gətirsin, öz istədiyi tərəfə gətirsin, ona da nail olur. Bəzən də bir güc amili orada rol oynayır, mən dedim, vəssalam, bitdi, getdi. Təbii ki, övlad o yolu seçir, ana da bəzən razılaşmağa məcbur olur. Hər iki halda gələcəkdə bəlli bir şəxsiyyətin tam yetkinləşməsi və tam kamilləşməsi dövrü var da. Yəni, insan elə formalaşıb həmişə yeniyetmə və gənc qalmır ki, şəxsiyyət formalaşır və kamilləşir. Həmin dövrdə gəlir, ayılır, məsələni analiz edir və ailəsinə qarşı, atasına qarşı kəskin aqressiyası olur. Geriyə baxanda, həyatını analiz edəndə onlara qarşı üsyanı olur, onlara qarşı tənqidi olur. Bax, bu düşünürəm ki, ciddi rol oynayır və burada yeniyetmənin etiraz etməməsinin əsas səbəbi yeniyetmənin qorxması, bəzən çəkinməsi, bəzən manipulyasiyaya uğraması, bəzən valideynin xoş sözünə olan ehtiyacı, müvəqqəti yaxşı övlad olmaq istəyi, yaxşı qız, yaxşı oğlan olmaq istəyi, bəzən yeniyetmənin də öz gələcək həyatını analiz etməməsi, sadəcə bugünü ilə yaşaması. Bəs onlar özləri həmin bu emosional təzyiq ki deyirik, ona məruz qaldıqlarını necə anlasınlar? Yeniyetmələr. Necə anlasınlar? Tutaq ki, mən onlara hər zaman deyirəm ki, əgər bir prosesi yaşayırsan və hiss edirsən ki, o proses sənə diskomfort verir, sən canını sıxır, rahat deyilsən, nəfəs ala bilmirsən, o situasiyadan qaçış istəyirsən, qurtulmaq istəyirsən, heç cürə rahatlaya bilmirsən, həzzini ala bilmirsən, gələcəyini orada görə bilmirsən, özünü orada gördüyün zaman özünə sual versən ki, mən burada nə gəzirəm, mən niyə buradayam? Deməli, bura sənə görə deyil. Həmən mi yer dəyişməklə? Yox. Amma artıq sorğula ki, mən nə etməliyəm? Mən burada olmalıyammı? Mən buradan getməliyəmmi? Qalmalıyammı? Bəs həyatın qərarları buradan gəlməlidir. Ona görə də yeniyetmələr özlərində bu diskomfortu, bu psixoloji narahatçılığı görüb sorğulamalıdır ki, məsələn, mənim hazırlaşırdım dərslərimə, rahat idim. Dərsimə gedib gəldim, rahat idim, xoşbəxt idim həyatımdan. Amma bugünkü gün mən 6 ay sonra ailə quracam. Amma nəsə çox qəribə bir qaranlıq hiss bürüyüb məni. Bir qorxu gəlir, bir narahatçılıq gəlir. Deməli, mən ora tam hazır deyiləm. Mən ora üçün narahatam. Artıq orada bir sos siqnalı versinlər və yaxınlarından da məsləhətləşsinlər.
böyüklərlə də məsləhətləşsinlər, narahatçılığını da bildirsinlər. Mən yeniyetmələrin erkən nikah təklifləri qarşısında susmasını, özünə qapanmasını, yaxşı övlad olmaq istəyirəm adı ilə razılaşmasını qəbul eləmirəm. Bəs elə bundan doğan başqa bir sual da vermək istəyirəm. Bəs bax bu ailə daxilində mühüm qərarlar qəbul edilərkən yeniyetmələrin fikrinin nəzərə alınması, onların şəxsiyyətin formalaşmasına təsir edərmi? Gələcəkdə verəcəkləri qərara hə və yaxud yox demək bacarığına sahib olmalarına. Əlbəttə ki. Biz onlara necə diqqət ayırmalıyıq? Təbii ki, belə bir erkən nikah təklifi varsa, ümumiyyətlə mənim düşüncəmə görə erkən nikah deyil. Ailə daxili müxtəlif qərarlar. Siz birinci bunu deyib sonra birinə keçək. Erkən nikah təklifi varsa 17-18 yaşına qədər bu həmin yeniyetməyə ümumiyyətlə bildirilməməlidir. Təkliflər çox ola bilər, amma bu onun beynində həqiqətən böyük bir qarışıqlıq yarada bilər. Mən bəyənilirəm, mən artıq ailə də qura bilərəm, bəlkə bu həyatı da yaşayımmı deyə bir yan yol aça bilər. Çünki ümumiyyətlə o yolu açmaq lazım deyil. Niyə görə? Çünki 18 yaşına qədərki dövr daha çox təhsil, inkişaf, hisslər ola bilər. Hisslər normasında, duyğular səviyyəsində şəxsiyyətin inkişafına kömək eləyər. Motivasiya verir, onu həvəsləndirər. Amma ailə qura bilərəm, övlad dünyaya gətirə bilərəm, sanki onu getdiyi yoldan biraz daha uzaqlaşdıra bilər. Ona görə də bu mövzuların övladla ümumiyyətlə danışılmağını, o təklifin müzakirə olunmağını istəmərəm. Hətta müzakirəsi. Atamızın yaxşı bir sözü var, deyir ki, qızın başını qarışdırma, qoy dərsini oxusun. Eşitmisiniz yəqin bu kəlməni. Yəni yan tərəflərə yönləndirmə. Biziz nəyə oxşuyur? Ta ki, sizin övladınız bugünkü gün Ada Universitetinə hazırlaşır. Siz hər gün gəlib deyirsiniz ki, yox, Oksford daha yaxşıdır, sən Oksforda getməlisən. Artıq sənin övladın Ada Universitetinədir də, KPSS-si, ora meyli var. Motivasiyasını qurub. Sən artıq ona səbəb olursan ki, bu universitetə də gedə bilmir. Oranı da istəmir və ortada qalır. Ona görə də biz övladımızı haraya yönəldəcəyimizə, düzmü gedirik, səhvmi gedirik, əvvəldən qərar verib artıq bu təklifləri verməliyik. Çünki ən ağır şey bu həyatda arada qalmaqdır, ara məsafədə. Mən hər zaman deyim, körpünün üstündə qalmaqdır. Niyə görə? Çünki sən körpünün üzərinə o zaman çıxırsan ki, bir nöqtədən digər nöqtəyə keçirsən. Ən çətin şey odur ki, sən A nöqtəsindən çıxmısan, B nöqtəsinə getmək istəyirdin, amma körpünün üstündə qalmısan və hələ qərar verə bilmirsən. Geri mi qayıdasan, yoxsa növbəti nöqtəyə mi gedəsən? Ona görə də mən bunu səsləndirmək istəyirəm ki, növbəti həyatının da yeniyetmənin müxtəlif mərhələlərində, müxtəlif nüanslarında, anlarında yeniyetməni önəmsəmək, onun təhsildə ölkə seçimi, dost seçimi və yaxud da ki, qida seçimi, geyim seçimi, onları önəmsəmək, onlara hörmət vermək, hörmət qoymaq, onlara hörmət qoymaq, hardasa bu övladımızı bizə daha çox sayğılı eləməyə başlayır. Bizə daha çox geriyə dönümlü eləməyə başlayır. Niyə görə? Çünki biz yeniyetmə elə bir yaş dövrüdür ki, nə qədər çox basqınlaşsaz, nə qədər çox əks mübarizə aparsaz, o qədər çox şiddət qazanacaqsınız. Amma nə qədər çox övlada doğru gəlsəz, bir yolunu tapsaz, o qədər çox qalib olacaqsınız. O bir yolunu tapmaq bilirsiniz nə deməkdir? Yeniyetmənin bir xüsusiyyəti var. Siz ona doğru yürüdüyünüz zaman o da sərhədlərini qoyub sizə doğru gəlir. Belə deyək də, mən yeniyetmənlə olan münasibəti iki əlin görüşməsinə bənzədirəm. Çünki sən də öz əlini uzadırsan, o da öz əlini uzadır. İki əl bir-birini tutur, sıxır və razılaşmaya gəlir. Ona görə də mən hesab edirəm ki, bizim yeniyetmələrimizə verdiyimiz dəyər, onları sevməyimiz, onları önəmsəməyimiz bizim onların şəxsiyyətinin inkişafında ciddi rol oynamağımıza və eyni zamanda da ola bilər ki, bugün yeniyetmə düşünür ki, valideynim bilmir, valideynim düz danışmır, o mənə düz yol göstərmir. Hamımızda olub o məsələ. O da bizdə olub. Əlbəttə, o yolu keçməyən şəxsiyyət yoxdur ki. O gəlib çatacaq 35-40 yaş arasına. İnanın ki, sizin sözlərinizə qayıdacaq. Ki, anam düz deyirdi, anam bax bunu dedi, mən bunu yaşadım. Atamın göstərdiyi yol doğru imiş. Atamın göstərdiyi yol düz idi. O sizin o sandığınız var ya, tökmüsünüz ona. O sandığınızı açmağa başlayacaq, onun içindən o dəyərli sözləri çıxardacaq, qoyacaq qarşısına və artıq həyatına başqa bir çizim verəcək. Bu gün elə valideynlər var, deyir ki, valla mən saatlarla danışıram, izah eləyirəm, yol göstərən heç nə götürmür. Mən həmişə deyirəm ki, davam elə. Düzü, çox deyinmə, aşırı çox danışma.
Amma de. Çünki sizin övladınızın beyni o sandığın içi kimidir. O hər gün o informasiyanı ağ kağıza yazır, bükür atır sandığa. Bəli, lazım olanda açacaq. Bir zamanı gələcək, övladınız bərk silkələnəcək həyatda. Bir dostumu silkələyəcək onu, həyatın bir travması mı, bir küləkmi, bir yağış mı, bilmirik. Açacaq o sandığı, o sandıqla üzbəüz qalacaq. Tökəcək o yazını, başlayacaq bir-bir oxumağa. Bəli. Səhvçürük eləyəcək. Nə düzü idi, nə səhv idi, hara geri qayıdım, hardan başlayım. Əsl övladınızın inkişafı oradan sonra başlayacaq. Ayda xanım, sonuncu bir sual da vermək istəyirəm. Bizim bugünkü podkastımız ailə və cəmiyyətdəndir, erkən nikahlara təsiridir. Biz bilirik ki, erkən nikahların yayılmasına təsir edən sosial amillər təkcə stereotiplər deyil, müxtəlif sosial və iqtisadi faktorlar da var. Məsələn, müharibələr var, münaqişələr var, məcburi köçkünlük var, qaçqınlıq var, yoxsulluq var, hətta iqtisadi çətinliklər var. Nə bilim, təhsilə çıxış imkanlarının məhdudluğu var, işsizlik var. Bax, bunlardan gələrək sualı belə vermək istəyirəm ki, bu faktorlar, məcburi köçkünlükdür, yoxsulluqdur, müharibədir, ailənin qərarlarına necə təsir göstərir və ailə nə etməlidir? Mən sizə deyim ki, burada ailənin emosional durumu, ailənin maddi durumu, tərəflərin qarşılıqlı ünsiyyəti nə qədər ciddi rol oynayırsa, o qədər də son dövrlər bu bizdə Birinci Qarabağ müharibəsi, ondan sonraki dövr, bu qaçqınlıq dövründə ailələrin bəzən öz yerlərindən, yurtlarından uzaq düşməsi, bəzən ailələrin emosional baxımdan belə, mənəvi baxımdan belə o gərginlikləri yaşaması, ondan sonraki dövrlərdə də biz bu erkən nikahlara təsadüf edirik. Təsir göstərib, əlbəttə. Bu dünyanın hər yerində belədir. Təsir göstərib, çünki yerindən, yurdundan qopmaq həqiqətən stresslər arasında ən böyük stresslərdən biridir. Biz adicə öz evimizi satıb başqa bir evə köçəndə belə 3 ay, 6 ay müddətində adaptasiya və ağır dönəm keçiririk. Halbuki heç kəs bizi məcbur eləməyib, heç kəs bizi sövq eləməyib. Amma bir də var ki, bu fəsadlı bir dönəm çərçivəsində olsun. Təbii ki, o deyərdim ki, 90-lardan bir 2000-lərə qədər bu erkən nikahlarla bağlı dövrdə bu emosional yaşantılar, boşluqlar, maddi çətinliklər, insanların o məkanlardan uzaqlaşması, evlərindən uzaqlaşması, mənəvi olaraq o sistemlərini itirməsi bu proseslərdə çox ciddi rol oynadı. Heç təsadüfi deyil ki, bax, bugünkü gün bizə gələn bəzi boşanmalar, hansı ki 15 ildir bir yerdədirlər və ya 20 ilə yaxındır bir yerdədirlər və yaxud da ki, daha uzun müddətli bir yerdədirlər. Yəni, o dövrün övladlarıdır, o dövrün uşaqlarıdır. Hərdən mənə 90-ların övladları gələndə terapiyalara sual verib və qeydlərimi aparanda 90-lar görən kimi deyirəm ki, aha, yəni travmalar, ailə gərginlikləri, məktəb gərginlikləri, üstə gələk müharibənin fəsadları. Bəli. O kadrlar. Biz o kadrlarla böyümüş uşaqlarıq. Hamısını keçmişik. Eynən. Biz bunu unutmamalıyıq. Ona görə o kadrlar bizim həyatımızda da rol oynadı, ailə həyatımızda da rol oynadı, inkişafımızda da rol oynadı, öz güvənimizdə də, hər şeydə rol oynadı. Amma geridə qoymaq lazımdır deyirsiniz. Təbii geridə qoymalıyıq. Gələcəyə daha çox mərkəzləşməliyik. Erkən nikahları da kənarda qoymalıyıq. Şəxsin inkişafına, təhsilə, elmə, akademik bilgilərə, daha pozitiv və daha bizi müsbət hisslərə gətirən, daha bizi inkişafa gətirən, daha bizi uğura və irəliləyişə gətirən, fərqi yoxdur, elmi, mental, psixoloji baxımdan istiqamətlərə doğru yürüməliyik. Təşəkkür edirəm sizə, var olasınız. Çox sağ olun.